Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Tam ştatlı müəllimin maaşı ölkə üzrə orta maaşdan ən azı 2 dəfə yüksək olmalıdır. Səyyar TV Axar Aza istinadən xəbər verir ki, bunu Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, mövcud statistika müəllimlərin 4-6 saat dərs yükü əsasında aldığı əmək haqqını ümumi göstəriciyə daxil edir və bu yanlış təsəvvür yaradır. Eyni zamanda müəllimin öz əmək haqqını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi mexanizm də doğru deyil və dəyişdirilməlidir. Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərə tam ştatlı müəllim modelinin gətirilməsi üzərində iş aparılır. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, onun sözlərinə görə məqsəd müəllimin məktəb mühitində daha stabil mövqeyə sahib olması və özünü kollektivin əsas üzvü kimi hiss etməsidir. Nazir əlavə edib ki, yaxın günlərdə bu mexanizmin mahiyyəti ilə bağlı geniş ictimai izah veriləcək. Emin Əmrullayev tam ştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcəyini açıqlayıb. Nazir deyib, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah verəcəyəm ki, müxtəlif spekulyasiyalara və əsassız şərhlərə ehtiyac qalmasın. Onun sözlərinə görə əmək haqqı ilə bağlı mövcud problemlər sadə deyil və yeni yanaşma müəllimlərin real gəlir səviyyəsini daha düzgün əks etdirməlidir. Nazir vurğulayıb ki, tam ştatlı müəllimin əmək haqqısı ölkə üzrə orta əmək haqqından ən azı 2 dəfə yüksək olmalıdır. Hazırki rəqəmlərin müəllimlərin az dərs yükü ilə aldığı maaşlara əsaslandığını bildirdiyi üçün bunun yanlış təsəvvür yaratdığını qeyd edib. Emin Əmrullayev onu da bildirib ki, müəllimin maaşının yüksəlməsi yalnız əlavə dərs saatı götürməkdən asılı olmamalıdır və bu yanaşma dəyişdirilməlidir. O, prosesin tələskənliklə həyata keçirilməyəcəyini vurğulayıb və əlavə edib. Bir daha qeyd edirəm ki, bu məsələlərlə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi açıqlamalarını gözləmək lazımdır. Bu, sabah baş verəcək proses deyil. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın.